Hazır alanlardan olmayın. Evdə daha dadlısını hazırlayın. Bugün sizə İrəvan kətəsinin reseptini bölüşəcəm sizinlə. Duvağın üzərinə un tökürük və soyuducudan götürdüyümüz yağı sürtkəsindən keçirdirik. Yağ mütləq soyuq olmalıdır və unla yağı bir-birinə tez yediririk ki, yağımız əriməsin. Daha sonra bunu bir-birinə yedirdikdən sonra bir qabın içinə qatıq və soda əlavə edib bunu kənarda gözlədirik. Və onun üzərinə vanil və qabartma tozu əlavə edirik. Sonra qatığı əlavə edirik. Kənarlarını unun açırıq. Və elə həmin yerə yumurtaları əlavə edirik. Və tez xəmiri toparlamağa başlayırıq. Xəmir kənarlarından qatıq tökülə bilər, amma biz tez xəmiri toparlayaq və budur xəmirimiz hazırdır və xəmirimizi bir qaba qoyub yarım saatlıq soyuducuda gözlədirik və içliyini hazır edirik. İçliyimizə un, pesoq və vanil gedir. Bunları spatula ilə bir-birinə qarışdırırıq və yağımızı yenə burada sürtkəsindən keçiririk. Sürtkəsindən keçirdikdən sonra əlimizlə ovuruq, şəkəri, unu yağa yediririk. Bunları yaxşı qarışdırırıq ki, yağla hamısı ərisin bir-birinə. Və yenə də bunu da soyuducuda biraz gözlədirik ki, özünü tutsun. Daha sonra xəmirimizi çıxardırıq. Mən nəzərə çatdırım ki, burada 2 porsiya kətəni hazırlamışam, amma reseptdə sizə 1 porsiya kətənin içərisinə gedən ərzaqları göstərəcəm. Xəmirimizi kündələyirik və kündələdikdən sonra yenə hamısını soyuducuda gözlədirik və hər dəfə xəmirimizi yaydıqca bir-bir soyuducudan götürüb yayırıq. Mən vərdənə ilə yaydım, mən belə rahatdır. Siz istəsəniz oxluqla da yaya bilərsiniz. Xəmirimizi nazik yaymağa çalışırıq. Duvağın ölçüsü boyda mən yaydım. Onda xəmirimiz daha nazik olur, qatları çox olur və özü də böyük olur. Və sonra isə üzərinə gözə yarı içlikdən əlavə edirik. Mən gözə yarı tökürəm. Hər yerinə eyni ölçüdə yayırıq. Və sonra qatlamağa başlayırıq. Mən həmişə belə qatlayıram, amma istəsəniz oxlov qoyub, oxlova büküb, sonra oxlovu çıxartmaq da olar. Belə olanda daha biraz kətələrimiz böyük olur. Xəmirimizi qatladıqdan sonra kətəkəsən var və kətəkəsənlə kəsirik. Mən biraz iri kəsirəm. Böyük olanda daha gözəl görsənir. İstədiyiniz formada kəsə bilərsiniz. Üçbucaq formasında da kəsmək olar. Və onları yağlı kağızın üzərinə yığırıq və digər kündəni də hazır edəndə sinin doldururuq və üzərini yumurta çəkməyə başlayırıq və sobada 180 dərəcədə bişməyə qoyuruq. Tez-tez sobaya baxırıq, nəzarət edirik. Budur, artıq kətəmiz hazırdır. Qırmızı, qıpqırmızı, nar kimi qızarıb kətələrimiz çox gözəldir. Qatıqla olanda kətə daha xırçıltılı olur. Boyatımır, çox gözəl olur. Və kətələrimizi çayla nuş edə bilərsiniz. Hər kəsə nuş olsun.